Bir videomda demensiyal doğması olan ailələrə tövsiyə vermişdim. O tövsiyələrdən biri də etməli olduğunuzu və etməməli olduğunuz hərəkətləri öyrənmək idi. Bu videoda məhz demensiyalı doğması olan insanların etməməli olduğu 4 tövsiyəni sizə vermək istəyirəm. Birinci, düzəliş etməyin. Əgər həyatı vacib səhv etməyibsə, o zaman çalışın düzəliş etməyin. Məsələn, həkim yanına gəlib, dünən mağazaya getdiyini deyibsə, amma bu hadisə bir həftə əvvəl olubsa, lazım deyil, onun yanında düzəliş etməyin. Daha sonra münasib vaxtda həkimə əgər informasiya vacibdirsə, bu məlumatı verə bilərsiniz. İkincisi, mübahisə etməyin. Yenə də təkrar etmiş kimi olacağam. Əgər həyata vacib bir şey deyilsə, mübahisədən çəkinin. Məsələn, əgər düşünür ki, siz onun əşyasını başqa bir yerə qoymusunuzsa, bu zaman sadəcə olaraq onun fikrini və emosiyalarını izah edin. Daha sonra isə fikrini başqa bir şeyə yayındırın. Çalışın mübahisə etməyin. Üçüncü, nəyisə inandırmağa çalışmayın. Tutaq ki, kartında pul vəsaitin azaldığını görür və buna görə izah etməyə çalışmayın. Nəyə aldınız və nəyə etdiniz, nəyə görə azalıb. Sadəcə olaraq faktı təsdiqləyin və yenə də fikrini başqa bir şeyə cəlb etməyə, yayındırmağa çalışın. Dördüncü və ən əsas tövsiyə, heç bir zaman yaddaşını yoxlamayın. Bu kimdir, bunu tanıyırsanmı sualı yerinə içəri girən adamı əgər tanımayacağını düşünürsünüzsə, ona haqqında qısaca məlumat verin. Çünki hər dəfə yaddaşını yoxladıqda nə əldə edəcəksiniz? Sadəcə onu daha çox əsəbləşdirəcək, vəziyyəti daha çox gərginləşdirəcəksiniz. Əgər bu 4 səhvi etməsəniz, stressiniz azalacaq, daha təmkinli, daha səbirli olacaqsınız və münasibətləriniz daha yaxşıya doğru düzələcək.